მოგესალმებით, ჩემო ძმებო და დებო. გილოცავთ ნოვრუз bayrams. Bu möhtəşəm günü, Novruz bayramınızı təbrik edirəm. Bugün yazın gəlişini, təbiətin oyanmasını qeyd edən bütün vətəndaşları ürəkdən təbrik edirəm. Novruz həqiqətən də qədim və xalq tərəfindən sevilən bir bayramdır. Mən sevinirəm ki, elə bir ölkədə yaşayıram ki, burada müxtəliflik və bu cür bayramlar hamı üçün çox önəmlidir və hər kəsə sevinç bəxş edir. Biz əsrlər boyu birlikdə yaşamışıq və əminəm ki, bu qarışıqlı hörmət və dostluq bugünkü bayramla daha da güclənəcək. Bildiyiniz kimi, Novruz yeni enerjini, yeni ilin və yeni həyatın başlanğıcıdır. Arzu edirəm ki, hamımız daha enerjili, həyat dolu, bir-birimizə qarşı hörmət, sevgi və sevinç hissi ilə dolu olaq. Daha çox iş görək, daha çox töhfə verək. Çünki bu, bizim sevimli vətənimiz, Gürcistan üçündür. Əminəm ki, bizim münasibətlərimiz daha da möhkəmlənəcək və daha böyük olacaq. Mənim üçün böyük bir şərəfdir ki, bir prezident kimi bu bayram sizlərlə birlikdə qeyd edirəm və sizə söz verirəm ki, ölkəmizin güclənməsi üçün hər birinizin yanında olacağam. Bizim ailələrimiz daha güclü olmalıdır. Çünki bizim vətənimiz ən güclü və ən gözəl ölkəyə çevrilməlidir. Bir daha Novruz bayramınızı təbrik edirəm və sizə uğurlar arzulayıram. ქვეყანა და ყველაზე კარგი და ლამაზი ქვეყანა. კიდევ ერთხელ გილოცავთ და გისურვებთ წარმატებებს.